Uşaqlığımızın o ən doğma, ən isti dadı. Bugün süfrələrimizə bərəkət gətirən, tam ölçülü və əsl qaydasında südlü yayma hazırlayırıq. İlk öncə bir stəkan düyünü gözəlcə yuyub, suda gözlədirik. 1-2 saat suda qaldıqdan sonra suyunu tam süzürük. Bu üsulla düyülər bişərkən çox rahat yumşalacaq. İndi isə qazana 1 litr süd və 1 stəkan su əlavə edirik. Süzdüyümüz düyüləri də bura qatıb, ocaqda asta odda bişməyə qoyuruq. Aram-aram, tələsmədən qaynamalıdır. Düyülər bişdikcə süd və düyü azca qatılaşmağa başlayır. Tam bişməyə az qalmış zövqə görə duzunu əlavə edirik ki, südümüz çürüməsin. Duzu əvvəldən əlavə etsək, süd çürüyə bilər və hamar teksturası dəyişə bilər. Bu arada, əgər bu reseptlə sizə daha qatı və ya duru gəlirsə, südün miqdarını zövqünüzə görə biraz artıra və ya azalda bilərsiniz. Biraz da qaynayıb tam qatılaşdıqdan sonra ocağın altını söndürürük. Yaymamızı isti-isti boşqablara servis edirik. Üzərinə zövqə görə kərə yağı, şəkər tozu və əvəzolunmaz darçın əlavə edə bilərsiniz. Bu qoxu insanı uşaqlığına aparır. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.